İzləyicilər, sizlərə şəxsi evimizin təqdimata gəlmişəm. 4 sotdadır, 3 otaqlı evdir, amma 4 sot həyətdə 2 dənə evdir. Biri 2 otaqlıdır, biri də 3 otaqlı evdir. Yəni alıb birini kiraya verib, birində də özünüz yaşaya bilərsiniz. 6-nın 4-də belə bir qonaq otağıdır. Geniş evdir, tam təmirdir. Yəni belə 5-in 4-də yataq otağı, bu otağın dəstləri hamısı qalır. Hardasa 4-ün 4-də bir yataq otağımızdır. Yəni belə buradan göstər, bu tərəfi də var. Yəni geniş evdir həqiqətən də. Əşyalar amma çoxu götürülür. Bura mətbəxdir, 3-ün 4-də. Və koridor sistemidir. Evi də ceyran pensi ilə qızdırırlar. Kombi sistemi çəkilmir. Amma padvallı evdir də. Yəni istəyən olsa kombi sistemi də çəkə bilər. Bura giriş hissədir. Bir dənə də belə sanitar qovşağımız, aksesuarlar da hamısı işləkdir. Yerdən də 7 daş kürsülüdür. İndi sizə həyətyan ərazi ilə tanış edirəm. Sadəcə çöl şkatur işləri qalıbdır. Qalan işlər hamısı görülübdür. Belə bir görünüşə malik evdir. Yerdən kürsülüdür. Padvala giriş hissəsi mümkündür. Gördüyünüz kimi padval qapısına qədər evin sağı 1 metr məsafə var. Solunacan da hər şeyə keçib mümkündür. Bakına qədər hər şey qoyulubdur. İndi evin arxa tərəfini sizlərə göstərəm. Giriş arxa tərəfdəndir. Evin giriş hissəsidir. Gördüyünüz kimi adliyyənin həyətində belə bir qardırob kimi, yəni sanitar otağı kimi də istifadə olunur. Belə bir sanitar qovşağı var. Girdik. Bura bir dənə mətbəximiz, mətbəx mebeli yığılıb və burada bir otaqdır. Geniş otaqdır. Hal-hazırda buranı ateliye kimi istifadə edirlər, amma təmir edib kiraya da vermək mümkündür. Belə bir ev. Birbaşa yola qapısı açılır, maşın həyətə 3-4 dənə maşın rahat daxil ola bilir. Belə bir görünüşə malik evdir. Gördüyünüz kimi. Tələsin dostlar. Qiymət 65 min, qaz işıq sayğacı da var.